Bismillahirrahmanirrahim. Hədislər Allah Taala'nın buyruğudurmu, yoxsa insanlar mı uydurub? Ümumiyyətlə hədislərin qaynağı nədir? Bu gün inşallah bunun haqqında məlumat verəcəyik. Hədis lüğəvi mənada söz, xəbər və ya sonradan yaradılmış bir şey haqqında istifadə olunur. İstilahi mənada, yəni termin mənasında isə Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin sözlərini, əməllərini və təsdiqlərini bizə gətirib çatdıran mətn topluluğudur ki, biz bununla əməl etməyə sünnə deyirik. Yəni hədis deyərkən Peyğəmbərimizin yaşam metodunu, həyat tərzini, Qurani-Kərimi necə anlatdığını və necə yaşadığını qəsd etmiş oluruq. Günümüzdə isə təəssüf ki, bəzi insanlara hədis deyərkən, İslamdan bəhs edərkən üzünü turşutduğunu görürük və hədislərə sanki gərəksiz bir material kimi baxdığının şahidi oluruq. Bunun əsas səbəbi isə Qərbin müsəlmanları sünnədən uzaqlaşdırma arzusudur. Yəni onlar müsəlmanları sünnədən uzaqlaşdıraraq Qurani-Kərimi Peyğəmbərin anladığı şəkildə yox, öz anladıqları şəkildə şərh etməyə və insanlara din deyə təqdim etməyi arzu edirlər. Beləcə 1000 illik İslam hüququnu çökərdərək Qərbin tələblərinə uyğun İslam formalaşdırmağa çalışırlar. Bunun üçün də hədislərin əslində İslamda bir yerinin olmadığını, Allahın Peyğəmbəri ilə sadəcə Qurani-Kərim ayətləri çərçivəsində danışdığını iddia edərək, bundan başqa yolla Rəsuli ilə əlaqə saxlamadığını iddia edirlər. Yəni onlar deyir ki, Allah Peyğəmbərinə Qurani-Kərimi vəhy etmiş və bu da kifayət etmişdir ki, insanlar onu anlasın. Yəni bundan sonra Peyğəmbər belə olsa əlavə heç bir şərhə və izaha ehtiyac yoxdur. Onlara görə Allah Taala Peyğəmbərimizə Qurani-Kərimdə oxuduğumuz ayələrdən başqa heç bir şey vəhy etməmişdir. Və Peyğəmbərimiz də sadəcə bu ayələri insanlara oxuyub bitirdikdən sonra bu dünyadan köçmüşdür. Bu fikirləri irəli sürərək Peyğəmbərin sözü, əməli və təsdiqlərindən ibarət olan sünnəyə düşmənçilik edirlər. Qurani-Kərimdə Peyğəmbərə verilmiş olan təlim, təbliğ, bəyan, hökm vermə və nümunə olma kimi vəzifələri heçə sayaraq, sanki bir postalyon kimi məktubu gətirdi, verdi və getdi səviyyəsinə endirməyə çalışırlar. Təbii ki, bizlər Peyğəmbərimizi bu fikirlərdən tənzih edirik. Onun vəzifəsi və nübüvvət təbliği cahillərin cılız fikirlərindən böyükdür. O, Qurani-Kərim ayətlərini ayə-ayə oxumuş və tək-tək izah etmişdir. Yəni Allah Rəsulu yaşadığı dönəmdə bir hadisə olduğu zaman ya birbaşa bu gün Qurani-Kərimdə oxuduğumuz, yəni adına mətlu vəhy dediyimiz vəhy enmiş, Allah Rəsulu bu vəhy əsasında əməl etmişdir. Və ya Qurani-Kərimdən başqa, yəni bu gün Qurani-Kərimdə oxumadığımız, adına qeyri-mətluf dediyimiz vəhy gəlmiş və Peyğəmbərimiz də bu vəhy ilə əməl etmiş və insanlar arasında hökm etmişdir. Biz bu yolla gələn vəhyə, yəni qeyri-mətluf vəhy adlandırdığımız vəhyə sünnə deyirik. Elə məhz buna görə sünnənin hökmlərini ləğv etməyə çalışanlar Qurandan başqa vəhy ola bilməz deyərək sünnənin kökünü qazmağa çalışırlar. İndi isə gəlin görək Allah Taala Qurani-Kərimdə bu haqqda nə deyir? Allah Taala öz kitabında Peyğəmbər olmadığı halda bir şəriət və bir kitab gətirmədiyi halda yaratmış olduğu məxluqata vəhy etdiyini bizə bildirir. Məsələn, Allah Taala göylərə vəhy etdiyini, mələklərə vəhy etdiyini, bal arısına vəhy etdiyini, İsa əleyhissalamın həvarilərinə vəhy etdiyini, Həzrəti Musanın anasına vəhy etdiyini və həmçinin Həzrəti İsa'nın anası Həzrəti Məryəmə vəhy etdiyini bizlərə bildirmişdir. İndi isə düşünək, Peyğəmbər olmadığı halda, hətta mükəlləf olmadığı halda arıya və səma kimi varlıqlara məxluqat içərisindəki vəzifələrini, nəyi necə edəcəklərini deyərək onlara yol göstərən Allah Əzzə və Cəllə nə üçün Peyğəmbəri ilə qeyri-mətluf bir vəhy yolu ilə danışmasın və ona yol göstərməsin. Məgər Allah Taala insanlara yol göstərsin deyə göndərdiyi Peyğəmbəri ilə sadəcə bu gün oxuduğumuz Qurani-Kərim ayətləri çərçivəsində mi danışmışdır? Və ya Peyğəmbər öz sahabəsi ilə sadəcə Qurani-Kərim ayələri oxuyaraq mı əlaqə saxlamışdır və onlara yol göstərmişdir? Üstəlik, Qurani-Kərimdə qeyri-mətluf vəhyə bir çox dəlil olmasına rəğmən Qurani-Kərimdən başqa vəhy yoxdur, sünnə vəhy deyil, ona tabe olmaq lazım deyil deyənlər
Quran-ı Kərimi açıqlama və Quran-ı Kərim adına danışma səlahiyyətini peyğəmbərdən alaraq özlərinə aid etmək istəyirlər. Qeyri-mətlub vəhiylərə nümunə olaraq isə peyğəmbərimiz sallallahu alayhi və səlləmin 16-17 ay Məscidül Əqsaya doğru namaz qıldığını göstərə bilərik. Quran-ı Kərimdə bunu əmr edən və ya peyğəmbərə bunu təşviq edən heç bir ayə yoxdur. Allah Azza və Cəllə Bəqərə surəsinin 144-cü ayəsində peyğəmbərə xitabən belə buyurur: Artıq üzünü Məscidül Harama tərəf çevir. Halbuki dediyimiz kimi Quran-ı Kərimdə öncədən qiblənin təyin olunması ilə bağlı heç bir ayət yoxdur. O zaman burada iki məsələ ortaya çıxır. Ya peyğəmbərimiz sallallahu alayhi və səlləm burada öz istəyi ilə, yəni Allah Azza və Cəllənin bir əmri olmadan, bir yönləndirməsi olmadan öz arzusuyla qiblə təyin etmiş və oraya doğru namaz qılmışdır. Ya da Allah Taala ona bunu əmr etmiş və bunu ona təşviq etmişdir. Əgər desək ki, peyğəmbərimiz öz istəyi və arzusu ilə bunu təyin etmişdir, o zaman qeyri-mətlub vəhi qəbul etməyənlər peyğəmbər dində öz arzusu ilə hərəkət etdi demək məcburiyyətində qalırlar. Yox, əgər desələr ki, Allah Taala onu yönləndirmiş və buna təşviq etmişdir, o zaman biz də deyirik ki, bununla bağlı ayət hardadır? Digər bir dəlil isə Əl-İmran surəsinin 124 və 125-ci ayəsindədir. Allah Azza və Cəllə burada möminlərə xatırladır. O zaman sən möminlərə deyirdin: Rəbbinizin 3000 mələk indirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi? Qeyd etmək lazımdır ki, bu ayə Bədir döyüşü sonrası nazil olmuşdur. Yəni Bədir döyüşü olub bitdikdən sonra möminlərə həmin günü Allah Azza və Cəllə bu ayədə xatırladır. Və möminlərə deyir ki, xatırlayın ki, Rəbbiniz sizə 3000 mələklə zəfəri müjdələmişdir. Bəs o gün, Bədir günü, peyğəmbərimiz nəyə əsaslanaraq möminlərə 3000 mələyin yardıma gələcəyini müjdələmişdir? Quran-ı Kərimdə Bədir döyüşündən öncə nazil olmuş və möminlərə Bədir günü sizə 3000 mələklə yardım edəcək deyən bir ayət varmı? Yoxdur. Belə bir ayə olmadığına görə yenə ya deməliyik ki, peyğəmbər sallallahu alayhi və səlləm burada Allahın bir əmri olmadan sahabələrinə bunu müjdələmişdir, ya da deməliyik ki, Quran-ı Kərim xarici bir vəhiy ilə Allah Azza və Cəllə bu müjdəni peyğəmbərinə bildirmişdir. Davam etsək, Allah Taala Ənfal surəsi 9-cu ayətdə belə buyurur: Xatırlayın ki, Rəbbinizdən yardım istəyirdiniz. O da ard-arda gələn 1000 mələklə sizə yardım edəcəm deyərək duanızı qəbul etmişdi. Yenə keçmiş zamandan bəhs edən bir ayət və bir müjdə. Müsəlmanlar çətin vəziyyətdə qaldığı zaman Allah Taalaya dua edir və ondan yardım diləyir. Allah Taala da onlara yardım edəcəyini vəd edir və bir müddət sonra bu vədi onlara xatırladır. Bəs bu vədi həmin günü möminlər çətin vəziyyətdə olduğu zaman bu müjdəni möminlərə kim vermişdi? Quranda belə bir ayət varmı? Yoxdur. Əgər belə bir ayə yoxdursa, bu müjdəni kim, necə çatdırmışdır? Bu ayələr hər nə qədər qeyri-mətlub vəhyi isbat etməyə kifayət etsə də, bəzi cahillər bu ayələrə də bir sıra cavablar verməyə çalışırlar. Lakin Təhrim surəsində elə bir ayə var ki, bu məsələni kökündən həll edir. Allah Azza və Cəllə Təhrim surəsinin 3-cü ayətində bizə xəbər verir ki, Peyğəmbərimiz sallallahu alayhi və səlləm bir gün xanımlarından birinə gizli bir söz söyləyir, yəni bir sir verir. Lakin Peyğəmbərimizin zövcəsi digər bir zövcəsinə bu sirri bildirir. Peyğəmbərimiz bundan xəbərdar olduqdan sonra həmin zövcəsinin yanına gələrək niyə bu sirri açıqladığını ondan soruşur. Və zövcəsi də təəccüblənərək ona deyir ki, sənə bunu kim xəbər verdi? Peyğəmbərimiz də Quran-ı Kərimdə keçən ayətdə bildirildiyi kimi, mənə bunu hər şeydən xəbərdar olan və hər şeyi bilən Allah xəbər verdi deyir. İndi isə düşünək, Quran-ı Kərimdə zövcəsinə vermiş olduğu sirrin başqasına söyləndiyini xəbər verən bir ayət varmı? Yoxdur. Amma Allah Rəsulu ayətdə də gördüyünüz kimi bunu mənə Allah xəbər verdi deyir. Allah xəbər verdisə, demək ki, Cəbrail vəhiy gətirmiş sayılır. Əgər Cəbrail vəhiy gətirmişsə, bu Quran-ı Kərimdə olmalıdır, elə deyilmi? Təbii ki, deyil. Çünki Peyğəmbərimizə vəhiy edilən hər bir şey mətlub, yəni Quran-ı Kərimdə olan vəhiy deyil. Bu ona qeyri-mətlub vəhiy yolu ilə bildirilmişdir. Tarix boyu bu günə kimi müsəlmanların əməl etdiyi sünnədə
Məhz bu ayələrdəki kimi Allahın peyğəmbərimizə qeyri-mətlub vəhy ilə yol göstərməsi və dinin əsaslarını açıqlamasından ibarətdir. Bütün bunlardan sonra bizə düşən isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsinə daha möhkəm yapışmaq, Allah Rəsulunun yolunu dilimiz döndüyü qədər müdafiə etmək və batil fikirlərə qarşı sipər olmaqdır. Vəlhamdülillahi Rabbil aləmin.